başqa söhbətdə dərin bir müzakirə var. Kvant nəzəriyyəsi yeni din yaradırmı? Ya da dini dəyərlər dəyişdirilirmi? Son illər kvant nəzəriyyəsi dili sürətlə yayılır. İnsanlar artıq dua etdim demir, enerji göndərdim deyir. Qismət demir, kainat istədi deyir. Əsas sual, sözlər dəyişir yoxsa inanc formamız? Elm, inanc və enerji dili harda ayrılır? Harda qarışır? Biz kvant nəzəriyyəsini danışırıq yoxsa ona inanırıq? Dil dəyişəndə inanc dəyişirmi? Folklordan kvanta, duadan enerjiyə. Əslində suallar çoxdur. Cavabları isə Ramal Hüseynovla başqa söhbətdə. Salam hörmətli tamaşaçım. Başqa söhbətə baxırsınız və bugün maraqlı mövzularımızdan biri dini dəyərlər, dini inanclar ya da inanclarımız dəyişdirilirmi? Təbii ki, sosial şəbəkələrdə biz bugün kvant nəzəriyyəsi eşidirik tez-tez və sanki yeni bir dil yaranıb və bu dil insanların inanclarını artıq dəyişdirməyə başlayıb. Mən belə hiss edirəm və bunu hiss elədiyim üçün də düşündüm ki, bu mövzuda qonaqlar da dəvət eləyərək gözəl bir müzakirə eləyək. Müşfiq Ötkün, fəlsəfə üzrə fəlsəfə doktoru, xoş gəlmisiniz Müşfiq bəy və Vüsal Məmmədov, jurnalist, həmkarımız, siz də xoş gəlmisiniz. Xoş gəldik. Belə mövzuya görə istəyərdim ki, birinci Müşfiq mənim sizdən başlayaq. İnsanlar daha əvvəllər bir dua anlayışı var idi, bir Allaha təvəkkül fikri var idi, bir səbir yanaşması var idi və dini terminlər var ki, hansı ki, onlar bizim həyatımızda bizə yol göstərirdi. Bizim bir xəritəmiz idi bəlkə də bizim gələcəyimizi qurmaq üçün biraz bizi səbirli eləyirdi. Amma bugün biraz yanaşmalar dəyişib, hər şey dəyişib bugün və dini, mənə elə gəlir ki, dini inanclara biraz hücum var. Amma elmi hücum, biraz elmi tərəfdən hücum var. Siz necə qiymətləndirirsiniz? Bu yeni dil, dinin əsas təməllərinə zərər vurur? Zərər vurur əlbəttə ki. Çünki ən azı o baxımdan ki, vəhy materiallarına, yəni mətnlərinə daha üstdən aşağı baxma və ciddiyə almama imkanı verir. Zaten məsələn bu kvant nəzəriyyəsi çox populyarlaşdı. Bu anlayışların özünə ona görə girirlər ki, bu bir müasir ədəbazlığın ifadəsidir. Yəni məsələn Allah deməyim, evrən deyim. Dua etmək deməyim, bu biraz əski, keçmiş səslənər. Enerji göndərim, mesaj göndərim evrənə, nə bilim. Və insan göyə burada belə aktiv bir başlanğıc kimi çıxış eləsin. Sanki Allah sözünü desə təhqir olunacaq. Ya da dindar kimi baxacaqlar buna. Dindar kimi baxacaqlar. Çünki o müasir dövrün evladıdır və müasir dövrün evladları da həmişə özlərini daha üstün saymalıdırlar o bir əsrlərdən. Bu belə bir mənəvi ədəbazlığın spiritual şəkildə aşkarlanmasıdır. Mən bu cür baxıram, heç ciddi bir şey də baxmıram. Amma deyək ki, məsələn, kvant nəzəriyyəsini niyə bunlar hədəf götürdülər? Çünki bilənlər bilir, fizikanın elə bir sahəsində, çox kiçik hissəciklər sahəsində, dalğalar sahəsində belə bir kəşflər oldu ki, gördülər ki, varlıq hardasa müşahidəçidən asılıdır. Bəzi hissələrin varlığı müşahidəçidən asılıdır. Hə, Allah da əsas müşahidəçidir. Demək ki, ol deyəndə, məsələn, kitablardakı dünya oldu məsələsi hardasa əsaslıymış. Və indi bu dindən buna girirlər. Dini məhv elədilər son 2 əsrdə metodik olaraq. Dini mənəvi legitimlikdən məhrum elədilər, dini şuuru. Mən məsələn tutam ki, dini mətnləri ciddiyə alıb podkastlar verirəm bunun üzərindən. Elə adam nağıl danışır.
mollalıq eləyir. Qalstukdadır, mollalıq. Ya da deyirlər ki, necə filosofdur ki, dindən danışır. Hə, məsəl üçün bu başa düşürəm, onlar məni mənəvi legitimlikdən məhrum eləmək istəyirlər ki, sən haqqın yoxdur bundan danışmağa. Biz yeni bir zamanəyə gəlmişik. Məni silahsızlaşdırmağa məcburdular. Mən də bu hədələri, bu hücumları hiss eləyirəm. Buna rağmen elə durmuşam öz yerimdə, deyirəm ki, sizin lağ elədiyiniz fəlsəfi mədəniyyət dünyaya nəsimləri veribdi, nizamilər veribdi, xəyyamları veribdi. Və bu Vedalardan üzü bu yana gələn ruhani ədəbiyyat heç bir filosof tərəfindən qeyri-ciddi qəbul edilməyib. Yəni son əsrlərdə bu olubdu. Avropa filosofları tərəfindən bəzi. Və haqlı deyilsiniz. Mən də bu nöqtədəyəm, bunu çox dərin sayıram. Nəysə, sualınızı qısa özətləsəm, bütün bu müasir ədəbaz yanaşma, yeni terminlər, elə bilirəm ki, dini mətnlərdən adamların öyrənə biləcəyinin qarşısını alır. Kitabı öpüb gözlərinin üstünə qoyurlar şərqdə. O ona sayğının ifadəsidir. Mesaja nə qədər sayğı ilə yanaşırsansa, sən bir o qədər o mətnə dərin girə bilərsən. Məsələn, hörmət eləmədiyiniz adamı dinləyərsinizmi siz? Dinləməzsiniz. Mütləq bir empati hissi olmalıdır, sayğı hissi olmalıdır. Demək istəyirsiniz ki, dinə insanların hörmətini aradan qaldırırlar. Bəli, bu hörmətsizliyin təzahürüdür, amma yenə də deyirəm, dini ki, aradan çıxarıblar cəmiyyətdən, boşluq yaranıbdır. Psixoloqlar o boşluğu doldura bilmir. Psixoloqların konsepsiyası yoxdur. Sağlam insan necə olur? Və ona görə psixoloqların özləri də dinlə məşğul olurlar. Bir çoxları Veda ilə məşğul olurlar, bir çoxları Quranla, bir çoxları İncillə, Tövratla, hətta Talmudla belə psixoloqluq eləyənlər var. Çünki zaten bu kitablarda ruh haqqında ən dərin biliklər mənbəyidir və o kitablara söykənmədən sən insana yardım edə bilməzsən. Bunu Jung belə başa düşmür. Bəli. Vüsal bəy, tarix boyu insanlar başa düşmədikləri şeylərə ya qorxu kimi yanaşıblar, ya da ona bir müqəddəslik mənası yükləyiblər. Orta əsrlərdə də bəzən möcüzə kimi baxıblar bəzi şeylər, amma bugün hər şeyin adı kvantdır, titreşimdir. Bu kvant nəzəriyyəsi dinə olan inancı və hörməti sizcə aradan qaldırıb? Mən bu məsələni daha yaxşı izah etmək üçün kvant fizikasının tarixinə xırda bir ekskursiya eləyə bilərəmmi? Hər şey. Mən təvazökarlıqdan uzaq olsa da yaxşı bildiyim sahədir. Kvant tarixi, fizikası yox təbii, kvant fizikasının tarixi. 1911-ci ildə Rutherford atomun planetar modelini təklif edir. Deyir ki, Günəşin ətrafında planetlər dolanan kimi nüvə var, onun ətrafında elektron dolanır. Amma çox tezliklə məlum olur ki, belə bir atom mövcud ola bilməz. Niyə? Nüvə müsbətdir, elektron mənfidir. Elektron hərəkətdədir. Az sonra enerjisini itirən kimi nüvənin üstünə düşməlidir və atom öz daxilinə çökməlidir. Maddə mövcud ola bilməz bu halda. Yaxşı, bəs həlli necə eləyək? Niels Bohr, Danimarkalı fizik, Kopenhagen interpretasiyasının əsas lideri, məsələni qismən həll edir. Deyir ki, elektron nüvənin ətrafında ixtiyari orbitdə yox, ancaq müəyyən səviyyələrdə ola bilir. Ya bu səviyyədə, ya bu səviyyədə, ortada ola bilməz. Yaxşı izah edir, işləyirdi, amma yenə sual çıxır. Niyə? Niyə bu qatda ola bilər, bu mərtəbədə, energetik səviyyələrdə ola bilər, ortada ola bilməz? Bunu izah eləmək lazım idi. Bunu izah eləyəndə, bu mənzərəyə baxanda dalğa interferensiyasını gözünüzün qabağına gətirin, o mənzərəni xatırladır. Bura, ortalar boşdur. Və alimlər yeni yaranırdı həmin dövrdə kvant fizikası elmi. Deyirlər, bəlkə bu elə dalğadır, bir halda ki, elektronun enerji səviyyələri, dalğa interferensiyasını xatırladır. Bəlkə elektron elə dalğadır, biz orada zərrəcik axtardıq. Bu yanaşmanı Erwin Schrödinger inkişaf elətdirir və elektronun dalğa tənliyini verir. Schrödinger tənliyi bugün də işləkdir, məşhurdur, çox böyük elmi modeldir. Schrödinger tənliyi işləyirdi, əla işləyirdi, proqnostik xüsusiyyəti də gözəldir. Amma bir əmması var idi. Ölçmə aparılan anda, ölçmə sözü biraz çaşdırmasın, müşahidə, ölçmə, təmas, ölçmə özü təmas deməkdir də, nəyəsə. Ölçmə aparılan anda Schrödingerin tənlikləri iflas eləyir, dalğa prosesi çökür. Buna deyirlər kollaps. Və yenə elm aləmi bir çaşqınlığa düşür. Bu necə ola bilər? Bayaq elektron dalğa idi. Schrödingerin tənliyi bunu çox gözəl təsvir eləyirdi.
Biz bunu ölçməyə qalxan kimi dalğa yoxdur, yerində bir zərrəcik var və o zərrəciyin harda peyda olacağını əvvəlcədən proqnozlaşdıra bilmirik. Buna da deyirlər Heisenbergin qeyri-müəyyənlik prinsipi. Einstein çox hiddətlə, ehtirasla buna qarşı çıxırdı. Einstein deyirdi ki, cənablar, bu elm deyil. Elm determinist olmalıdır. Yəni, mən sistemin indiki halını bilirəmsə, sistemin inkişaf qanunlarını bilirəmsə, müəyyən müddətdən sonra sistemin hansı vəziyyətdə olacağını proqnozlaşdırmalıyam. Elm budur. Mən bilirəm ki, Günəş sistemi indi hardadır, hansı planet necədir, bilirəm ki, hansı sürətlə hərəkət edirlər. Mən biləcəm ki, 2030-cu ilin, məsələn, fevralın 17-sində yer harda olacaq, Mars harda olacaq, determinizm. Einstein deyirdi ki, bu determinizm yoxdursa, kvant fizikası elm deyil. Niels Bohr isə deyirdi ki, bunlar iki rəqib məktəbin nümayəndələri idilər. Niels Bohr çox məşhur idi o vaxt. O dərəcədə ki, Danimarka hökuməti belə onunla hesablaşırdı. Məhz Bohrun özü üçün bir institut açmışdılar və o özü kimi düşünən alimləri ətrafına yığıb Kopenhagen məktəbi yaratmışdı. Niels Bohr deyirdi ki, kvant fizikasına belə ciddi yanaşmayın. Bu işləyir. Vəssalam, işləyir, əsas budur. Dünyanın quruluşunu, kainatın quruluşunu istifadə eləmək üçün kvant fizikasından istifadə eləməyin. Bu izah üçün istifadə eləməyin. Buna yaramır. Yəni, klassik mənada kvant fizikasını elm saymırdı, Einstein sayırdı. Bunların mübahisəsi davam edirdi. Amma sual yerində qalıb, bu necə olur ki, bayaq elektron dalğa idi, biz bunu ölçəndə bir nöqtədə maddiləşdi və biz bilə bilmirik ki, bu məhz hansı nöqtə olacaq. Bunun üzərində çoxlu başqa misallar ortaya çıxdı. Məsələn, elə həmin o Schrödingerin məşhur pişiyi var, Schrödinger pişiyi. Schrödinger dedi ki, yaxşı, onda məsələn qutuda pişikdirsə, təcrübənin əvvəlini təsvir eləməyim. Belə çıxır ki, eyni zamanda həm ölüdür, həm diridir, hər superpozisiyadadır. Eyni zamanda ölüdür, diridir, ikisi birdən. Biz qutunu açanda ya ölü pişik görəcəyik, ya diri pişik görəcəyik. Bu necə axı, bayaq eyni zamanda ikisi birində idi. Bu mübahisə hardasa çəkir. 1958-ci ildə Hugh Everett, gənc Amerikalı alim, çox həqiqətən unikal bir ağlın sahibi idi. Məncə o elmdə qalsaydı ikinci Einstein ola bilərdi. Hugh Everett qəribə bir interpretasiya verir bu ziddiyyətə. Deyir ki, pişik eyni zamanda həm ölüdür, həm diridir və siz qutunu açanda yenə də həm ölüdür, həm diridir. Amma siz qutunu açanda Schrödingerin tənliyi şaxələnir, iki dünya alınır, iki dünyaya. Bir dünyada pişik ölüdür, birində diridir. Baxın, siz hansında müşahidə aparırsınız. Elektronu biz qeydə alanda Schrödingerin tənliyi Everettin izahına görə iflas eləmir. Tənlik elə işləyir, sadəcə şaxələnir. Hər ölçmədə şaxələnir. Sənin müşahidə apardığın dünyada A nöqtəsindədir, paralel dünyada B nöqtəsindədir, tənliyin o biri şaxəsində C nöqtəsindədir. Everetti əvvəlcə qeyri-ciddi qəbul edirlər. Deyirlər ki, ümumiyyətlə marginaldır. Və o filosof olsaydı, ümumiyyətlə yaxına buraxmazlar. Deyirlər, sən nağıl danışırsan. Amma fizik idi, çox savadlı fizik idi. Riyazi əsaslandırır, çox dünyalı interpretasiyanı, tənliklərini verir. Sadəcə elmdə özü çox qalmır. Biraz küsür, biraz yorulur və gedir Pentagona işləməyə. O vaxt Amerika SSR hərbi qarşı durması çox gərgin idi. Savadlı insanları Pentagon axtarırdı. Sonra özü hərbi şirkət yaradır, milyoner olur. O dövrün Elon Musk kimi bir adam idi təxminən. Və bu çox dünyalı interpretasiya bir müddət nəzərdən itir. Amma 90-cı illərdə təzədən populyarlaşır. İndi çox populyardır, onu deyim. Astrofizika inkişaf eləyəndə uzağı görən teleskoplar, qara dəliklər, kainatın yaranması, bunlar kvant fizikasını yeni bir cilddə ortaya çıxardır. Niyə? 60-cı ildən başlayaraq kvant fizikası hərbi ehtiyaclara tabe edilmişdi. Atom bombası düzəldək, hidrogen bombası düzəldək, bombanı inkişaf elətdirək, bu istiqamətdə gedirdi. İndi insana yönləndiriblər. İndi kosmosa və kainat, məlum olanda ki, kainat atom boyda bir zərrədən, hətta daha kiçik zərrədən yaranıb, bu atomla hansı sahə məşğul olur kvant fizikası? Məlum olanda ki, qara dəliyin daxilində ulduzlar kiçik bir nöqtəyə qədər sıxılırlar. Bu xırda obyektlərlə hansı sahə məşğul olur? Kvant fizikası. Və məsələn, Stephen Hawking qara dəlikləri öyrənən alim eyni zamanda kvant fizikası ilə məşğul olmağa başladı. Kainatın necə yarandığını araşdıranlar, çünki kainat atomdan, kiçik obyektdən yaranıbsa, artıq bu kvant fizikasının sahəsidir. Məlum oldu ki, astrofizika ilə kvant fizikası bir-birinə calaşır, çuğlaşır. Kvant fizikası ikinci nəfəs aldı və bu zaman yenidən Everettin çox dünyalı interpretasiyası qəfildən aktuallaşdı. Bunu da ezoteriklər qapdılar. Baxın, nə alınır? Siz qəpiyə atdınız, tutdunuz əlinizdə fal kimi. İkisindən biridir. Ya 20-yə, ya rəqəm düşüb, ya geri düşüb. İkisindən biridir.
Everettin izahına görə eyni zamanda hər ikisi düşüb. Sadəcə siz hər ikisi orada. Hansı tərəfdən baxmağınız Siz götürəndə rəqəm olan kainatdasınızsa, siz rəqəmi görəcəksiniz. Paralel kainatda gerbi görəcəksiniz. Və sual çıxır. Mən necə eləyə bilərəm ki, olduğum kainatı özüm seçim? Yəni bir halda ki, ölçmə aparılanda kainatlar şaxələnir, çoxlu dünyalar var. Mən hansı dünyada olmağı özüm seçə bilərəmmi? Bu sual çox böyük biznesin əsasında durdu, çox böyük gəlir mənbəyini və böyük ezoterik təlimlərə rəvac verdi. Niyə? Çünki kvant fizikasının bu xüsusiyyətini götürən, bütövlükdə kvant fizikası qaldı qırağda. Əslində Everettin nəzəriyyəsi demirdi ki, dünya maddi olaraq çoxdur. Demirdi ki, məsələn, bu maddi dünyadan çoxlu nüsxələr var. O deyirdi ki, Schrödingerin tənliyi dalğa funksiyası şaxələnir. Dalğa funksiyası şaxələnir, sadəcə biz onun bir şaxəsində, maddiləşmiş şaxəsində, müşahidəsi birində yerləşir. Amma ezoteriklər deməyə başladılar ki, dünyalar çoxdur və siz hansında olmağı özünüz seçə bilərsiniz. Düşüncələrinizi yönəldərək, beyninizin vibrasiyasını modelləşdirərək, çoxlu paralel dünyaların hansındasınızsa, onu özünüz seçə bilərsiniz. Bunun üzərində təlimlər qurulmağa başladı, qurular yetişdilər, insanlara kainata siqnallar göndər, reallığı seçməyi öyrətməyə başladılar və ümumi yanaşma buydu ki, insanın beyninin vibrasiyası hansı kainatın vibrasiyasına uyğundursa insan oradadır. Kasıb həyata uyğun düşünürsənsə, kasıb olduğun reallıqdasan, zəngin həyata uyğun düşünürsənsə, zəngin olduğun reallıqdasan və bunu kvant fizikası ilə əsaslandırmağa başladılar. Qıraqdan baxanda samballı görünür. Yəni bir əsas var. Dərindən öyrənməyən adam düşünəcək ki, doğrudan da bu yanaşma bir elmi kökə söykənir. Amma əslində isə sadəcə olaraq mənə görə qeyri-ciddi yanaşmadır. O zaman bir sual da ortaya çıxır, ikiniz də buna cavab verəsiniz. Əgər siz kvant fizikasını ümumiyyətlə elm kimi yanaşanlar da var, elm kimi hesab etməyənlər də var. Din də elədir, din də bir elm deyil. O zaman insanlar bu sualı verə bilər ki, bu da elm deyil, o da elm deyil. O zaman niyə buna daha çox bağlı qalırıq, nəyə əsasən, amma digərini qəbul eləmirik? Elm sözü indi biraz belə çox konkret təbiətşünaslıq istiqamətində anlaşılır. Qədimlərdə həmişə elm çox geniş, yəni elm elə bir şeydir, ya təlim ki, onu öyrənmək olar. Oradakı qanunlar da obyektivdir, hər halda bu məsələ də var, işləyir. Sadəcə olaraq elə xüsusi sayğaclar, nə bilim, Heisenbergin sayğacları kimi şeylər yoxdur ki, bunu fiksasiya eləyə bilsin də. Fiksasiyası biraz çətindir. Amma məsələn, din də elmdir. Din insanın... Necə bir elm? Deyim də, din bütün insanlara deyir ki, sənin mənəvi həyatın, sənin taleyinlə bilavasitə əlaqəlidir. Ehtiyatlı ol. Xardal toxumu boyda bir pislik eləyəcəksənsə, bu gəlib sənin taleyi etkiləyəcək. Xardal toxumu boyda yaxşılıq eləyəcəksən, bu da gəlib qabağa çıxacaq. Bu buddizmdə də belədir, Vedalarda da belədir, Quranda da belədir, İncildə də belədir. Yəni bu qanun mənim həyatım, mənim mənəvi addımlarımla bağlıdır. Bu çox önəmli bir məsələdir. Məsələn, Dostoyevski cinayət və cəzasında göstərir ki, məsələn, bu adam cinayət eləyə bilər. Məni çəkən yoxdursa kamerada, polis heç vaxt bilməyəcəksə, mən adam öldürüb yaşaya bilərəmmi? Mənə bir şey olacaqmı? Bəli. Görmürlərsə günahkaramı? Cinayətkaramı? Hə, tutmadılarsa mən cinayətkaramı? Ya mən məsəl üçün Nietzsche deyir ki, fövqəl insan rahat şəkildə minlərin əlini qanına bulaşdırıb, gəlib əllərini rahat yuya bilər. Bütün bu mənəvi əzablar falan hamısı sizin orta əsrlərdə və qədim dövrlərdə uydurduqlarınızdır. İndi məsələ bundadır ki, bizim mənəvi addımlarımız, bizim tərəzidə kimisə aldatmağımız və ya doğru düzgün olmağımız bu həyatımızda hansısa nəticələrə gətirib çıxararmı? Din deyir ki, ehtiyatlı olun, bu sizin həyatınızı birbaşa müəyyənləşdirir, determinasiya edir. Determinasiya varsa, bayaq Hüsal müəllim dedi, onda elm var. Einsteynin üsyanı o idi. Bir də var ki, məsələn, determinasiya yoxdur. İndi dində bu determinasiya bir fərqlə ortalığa çıxır. Ki, Quranda məsələn Allah deyir ki, sən onu mənə burax və ya sən üzvü ondan çevir, sonra bir də bax.
Mən məsələn bir dəfə baxdım ki, bir yaramaz bir adam var idi mənim uşaqlığımda. Çox yaramaz yaşayırdı da, indi deməyim. Yəni mənəvi tərəfi zəif. Mənəvi tərəfi zəif deyil, o yaramaz idi. Başa yaramaz. Və mən də məsələn Konfutsiyun bir sözü var. Deyir, dünyada ən böyük möcüzə nədir? Deyir, adam yaramaz olsun və hələ də ayaq üstə olsun, ölməsin. Bu dünyada ən böyük möcüzədir. Həqiqətən möcüzə. Yer götürməməlidir bunu. Və mən də uşaqlıqda bunu baxırdım, deyirdim, acaba görünür Allah bu adamı nətər yaşadır da. Üstündən bir 20 il keçdi, bu adam məhv oldu. Bütün biznesi, bütün ailəsi və mən onda başa düşdüm bu Quranın ayəsini ki, sən demə üzvü çevir bir də bax arasında 20 il keçə bilər. Allah üçün bu 20 saniyədə deyil. Amma biz deyirik ki, bu qanunuyğunluq həmən olsun. Yadınıza gəlir, Gladiator kinosunda Gladiatorun birisi Allaha söyür və deyir ki, bu dəqiqə ildırım çaxdı. Yox, ildırım çaxmadı. Həmən bir şey olmur mənə. Məsələn, oğurluq eləyir, həmən bir şey olmur. Determinasiyanı görmür. Amma dinlər deyir ki, bu ilə zarafat eləmə. Pislik eləyəcəksən, pislik tapacaqsan. Bu baxımdan dinlər də elmdir. Amma belə təbiətşünaslıqdakı kimi hər adama həmən an izah ediləsi elm deyil. Bunu elm kimi anlayanlar o ilə çox ciddi davranırlar. Başa düşdüm sizin yanaşmanızı Vüsal bəy. Deməli, mənəvi həyatın taleyə ya da insanın özünə təsiri, biz bunu uşaqlıqdan həmişə eşitmişik. Pislik eləmə ki, pislik görməyəsən. Nə tökərsən aşığa. Bəli, nə tökərsən. Bu bizim folklorumuzda da var. Nəyə əsaslanır? Ona da insanlar baxır. Misal üçün, deyilən mənbələr, biraz öncə dedik, səhih hədislər, qeyri-səhih hədislər ya da Qurani Kərimin, deyək ki, Məhəmməd Peyğəmbərin ölümündən 30 il sonra yazılması, Qurani Kərimin içində bəzi uyuşmazlıqlar və bir çox məqamları insanlar bizə elm kimi yox, məhz rəvayətlər topluluğu kimi təqdim edir və insanlar da ona görə deyir ki, mən rəvayətlərə inanmıram, amma kvant fizikasında hər şeyi fizika göstərir deyə mən ona inanıram. Necə, yəni buna necə? Baxın, Müşfiq müəllim çox gözəl izah elədi həqiqətən. Mən sadəcə bir əlavə eləmək istərdim. Mən elmlə təlimi bir-birindən ayırmaq istəyərdim. Bunlar təlimlərdir. Yəni din, fəlsəfə təlimlər. Həqiqətən çox, məsələn, yoqaların karma təlimi. Bunlar təlimlər, təlimin elmdən fərqi nədir? Biz onu ölçüb rəqəmlərlə, düsturlarla, tənliklərlə dəqiqləşdirə bilmirik, modelləşdirə bilmirik. Təlimdir. Buna ən yaxşı misal mən çox sevirəm. Məşhur misaldır, amma təkrarlayım. Aristotelin təlimində. Aristotelin belə bir tezisi var idi ki, bəzi canlı növlərində dişi fərdlərin dişlərinin sayı erkək fərdlərdən çox olur. Məsələn, deyirdi, atları buna aid eləyirdi. Və Aristoteli öyrənən alimlər orta əsrlərdə Aristotelin yazdığı traktatın əsasında mübahisələr eləyirdilər ki, atın dişi fərdinin, dişisinin dişlərinin sayı erkəyin dişlərindən çoxdurmu? Amma heç kim çıxıb real atın dişini saymırdı. Nə vaxt ki, kimsə çıxdı atın dişini saydı və göstərdi ki, yox, dişi ilə erkəyin dişinin sayı eynidir. Bax, burada elm başlayır. Bizim dildə eyni deyir. Türklər deyir ilim, bir də bilim. Onlar Türklər bunu fərqləndirirlər. Təbiət elmləri. Təbiət elmlərinin üstün cəhəti odur ki, bunu ölçmək və statistikasını aparmaq, beləliklə müəyyənləşdirmək olur ki, işləyir yoxsa işləmir. Richard Dawkins Allah illüziyası kitabında belə bir təcrübəni təsvir edib. Amerikada kilsələrin birinin maliyyəsi ilə, dəstəyi ilə duanın işləyib işləmədiyini yoxlamaq üçün təcrübə qoyublar. 2 palata ayırıblar. Eyni xəstələri, hər şeyləri eynidir. Xəstəlik günləri, vəziyyətləri, temperaturlar, hər şey eynidir. 2 palataya yığıblar. Birində olanlar üçün kilsədəkilər dua eləyib. İkinci palatada olanlar üçün dua eləməyib. Və yoxlama aparılıb görək dua olunan xəstələrin vəziyyəti dua edilməyənlərə müqayisədə daha yaxşı olacaqmı? Məlum olub ki, yox, dua heç nəyi dəyişmir, amma sualın özü çıxır. Duanın təsirini bu cürə təcrübə ilə yoxlamaq doğru yanaşmadımı? Çünki təcrübənin özünün də aparmamışdan qabaq bir nəzərə əsaslandırılması olmalıdır. Kilsə xadimləri dedilər ki, bilirsiniz nə var? Allah bilib ki, siz onu yoxlamaq istəyirsiniz. Ona görə sizin təcrübənizə ümumiyyətlə reaksiya verməyib də. Allah sizin niyyəti başa düşüb ona görə. Yəni dini bu şəkildə pozitiv, realist təcrübələrlə yoxlamaq mümkün deyil.
Bizim yaşadığımız kainatda dəqiq nizamlanma deyilən bir fenomen var. Məsələn, kvarkları bir-birinə bağlayan qüvvə bir qədər fərqli olsaydı, proton yaranmayacaqdı. Proton yaranmasa kainat olmayacaqdı. Qravitasiya bir qədər zəif olsaydı, dumanlıqlar ulduza çevrilməyəcəkdilər. Ulduz olmasaydı kainat yaranmayacaqdı. Elə bil ki, kimsə kainatı dəqiq şəkildə bu qüvvələri standart sabitləri, qlobal sabitləri kimsə sanki bilərəkdən nizamlayıb ki, kainat mümkün mövcud ola bilsin, həyat yarana bilsin. Bunun faktı və faktın izahını vermək lazımdır. Din deyir ki, Allah yaradıb. Yəni hər şey aydın ortada. Elm deyir ki, siz nə bilirsiniz ki, kainat bir dənədir. Bəlkə böyük patlama kimi hadisələr sonsuz sayda olub. Sonsuz sayda kainatlar yaranıb. Digər kainatlarda parametrlər fərqli olduğu üçün həyat yoxdur orada. Bu kainatda bu parametrlər olduğu üçün biz varıq və bu sualı verə bilirik. Amma bu cavabı biz yoxlaya bilirikmi? Yox. Çünki başqa kainat varsa belə biz onu qeydə ala bilmirik, ölçə bilmirik. Yəni bu artıq elm olmaqdan çıxır və ezoterikaya girir. İnsanın həyatına təsiri baxımından isə bunların dediyi fərqlənir. Ezoterika bizə deyir ki, beyin nəyə köklənibsə, sənin həyatı var, onu cəzb edir. Məsələn, sən Allaha dua edirsən ki, mənə pul ver. Bu o deməkdir ki, pulum yoxdur, pul istəyirəm, dua edirəm ki, pul ver. Beyin pulun olmadığını bilir. Və sən o şeyi davamlı yaşayırsan. Dil pul istəsə belə, beyin kainata pulun olmadığı vibrasiyasını yayır və səni pulun olmadığı kainat variantlarına çəkib aparır. Din əksinədir. Din deyir ki, Quranda yazılıb ki, Allah deyir, mənə dua elədiyi zaman mən sizə eşidirəm. Quranda belə bir ayə var. Din əksinə deyir ki, sən elə olmayanı istə, Allah eşidib səni verəcək. Bir-birinə iki tam zidd yanaşmadır. Amma insanlar düzü bunu ölçmək olmasa da, mən indi dindarların hisslərinə toxunmaqdan həmişə çox qorxuram, ona görə ehtiyatla danışıram. Bir də bir müşahidəçilik var da. Məsələn, insanların dua elədiyi yerdə görsən ki, doğrudan da bu işləmir. Məsələn, Qəzzada uşaqların vəziyyətinə baxın. Onların valideynləri dua eləmirmi balası üçün? Eləyir, amma 10 minlərlə uşaq ölür. Yəni və tarixən belə şeylər o qədər çox olub ki. Sizin dediyiniz məsələdə Allahın belə ədalətini insanlar tərəziyə qoyur və ya mühakimə eləyir. Yəni insan yoxlamaq istəyir ki, nə işləyir, nə işləmir. Dediyim kimi, məsələn, baxırsan ki, dua eləyən insanlar, yaxşı insanlar çox vaxt çətinliyin, zülmün, yoxsulluğun içindədirlər. Amma əks tərəfdə başqa yaxşı yaşayan insanlar və heç ümumiyyətlə Allahı tanımırlar, dua eləmirlər və sən fikirləşirsən ki, deməli ki, prinsip bu deyil də, deməli məsələ bunda deyil. Əgər bir insan dua eləməyi buraxıb enerji göndərirsə, o inancla vidalaşıb. Yəqin ki. Çünki vidalaşıb. Bilirsiniz burada nə məsələdir? Vüsal müəllim danışdıqca mənim İncildən bir məqam yadıma düşdü ki, İsa Peyğəmbər səhrada 40 günlük oruç tutanda onda şeytan gəlir, onu çıxarır, deyir, dağın başına, deyir ki, at özü buradan aşağı. Allah deyirsən varsa, o səni qoruyacaq da və sənin bir dəyərin varsa Allahın qatında. O da bir söz deyir ki, Allahı sınama. Təxminən bir elmi eksperiment qoymaq istəyir ki, bax sən inanırsan bu Allaha bu cür, Allahdan istifadə eləyə bilərsən. İnsanlar Allahı vasitəyə çevirməyə çalışırlar, amma Allah vasitə deyil, məqsəddir. Hətta Nəcib kişi haqqında Konfutsi deyirdi ki, Nəcib kişi alət deyil. Bütün insanlardan istifadə eləyə bilərsən, Nəcib kişidən istifadə eləyə bilməyəcəksən. Burada da biz elmi eksperiment qurub bir qüvvə əldə eləmək istəyirik ki, məsələn, tutalım ki, Jukov təyyarənin qanadının qaldırıcı qüvvəsini kəşf eləyəndən sonra bunun üzərində təyyarələr düzəltdi. Yəni, bu obyektiv bir şeydir. İstənilən vaxt ona benzin tökürəm təyyarəyə, istənilən vaxt qaldırıram. Elm hardasa dərk etdiyini vasitələşdirməyə çalışır. Ki, mən bundan istifadə eləyə bilim, yoxlayım ki, bax, 100 nəfəri yığdım bura, dua elədilər, yağış kəsdi. Və ya kəsmədi və ya məsələn, bu bombardmanı aradan qaldırdılar və ya qaldırmadılar. Allahı biz vasitələşdirə bilmirik. Amma eyni zamanda burada müşahidəçi məsələsidir. Məsələn, elmdə söhbət var ki, hansı həssaslıqda cihaz bunu dərk edir, hiss eləyə bilər. Məsələn, hər cihaz, hər fiziki hadisəni, fenomeni qeyd eləyə bilmir. Onun həssaslığı çatmır, ya nə bilim, konstruksiya quruluşu. Allah da deyir ki, insanın Allahın
qanunlarının işlədiyini görməsi üçün onun xeyli mənəvi təmizlənməsi lazımdır. Məsələn, mənən kobud adam bu eksperimentdə iştirak eləyib, bunu fiksasiya eləyə bilməz. Bu oruç tutmalıdır, bu namaz qılmalıdır, bu xeyir əməllər eləməlidir, bu özünü dini kitablarla idrakını təmizləməlidir, baxışlar doğru olmalıdır ki, bu adam görə bilsin və inana bilsin. Təbii ki, Allah həm də eksperimentlərə, tarixi materiallara da yönəldir tez-tez Quran səhifələrində ki, məsələn, gedin, baxın, sivilizasiyalarını oxuyun, həyatınız, ətrafdakı insanların həyatını müşahidə edin, görün kimlər nə ilə başladılar, nə ilə qutardılar, bu ölkə niyə görə çiçəklənir, bu bağça, o biri bağça üçün niyə görə solur. Yəni, haradasa hiss olunur ki, Allah deyir, müşahidə edin. Amma bunu, məsələn, kobud, ədalətsiz, qəlbinin üstü palçıqla örtülmüş, xeyli zalımlıq eləmiş adam bu eksperimentdə iştirak edib nəticəyə gələnməz. İnsan xeyli təmizlənmə şeyi keçməlidir. O zaman o Allahı gerçəklik kimi qəbul edir. Yəni, inam özü bəlli bir yolun nailiyyəti kimi qəbul. Hər adama da inam verilmir ki, sən bu qanun uyğunluğu görəsən. Bu biraz həssas sferadadır, amma bu o demək deyil ki, bu elm deyil. Yəni, bu determinasiya yoxdur bunun arasında. Bəzi insanlar cavabını tapa bilmədiyi məqamlarda din onlara ya da din alimləri, dini alimlər deyirdilər ki, bunun üçün qəlb gözün açıq olmalıdır. Evet. Sən bəzi şeyləri bəsirət gözün açıq olmalıdır və bunu bəsirət gözü ilə izah edirlər və bir də izahını verə bilmədiyi məqamlarda əsasən onu müzakirəyə qapalı tuturdular. İtaət et, qurtul. Müzakirə eləmə, çünki bizim ağlımız buna yetməz. Yəni Allah bizə bu şeyi verməyib ki, biz onu yəqin ki, istəmir ki, biz onu tapaq, hələ ki biz onu tapa bilməmişik. Bəlkə layiq deyil. Bu izahlar sizcə, Vüsal müəllim, siz də qısa deyin. Sizcə bu izahlar qane edici izahlardır bir insan üçün? Çünki insan hər şeyi maraqlanır axı. Bu Allah veribsə əgər buna şüuru, düşünmə qabiliyyətini insan düşünməlidir və sual verməlidir. Amma bu əksi olanda biz sual verməyi belə qadağan olunur bizə. Məsələn, bax sizə bir şey söyləyeyim. Ben de Vüsal müəllim işin elmi populyar tərəfini izah edir. Bir dəfə Einstein mühazirələr söylüyordu, publik mühazirələr. Bir qadın mühazirədən sonra yaxınlaşır, deyir ki, siz çox gözəl danışırsınız, amma mən etiraflayayım ki, heç nə anlamadım. Einstein də əyilir onun qulağına, deyir ki, sizə deyim ki, əslində Avropada məni 4-5 nəfər anlaya ya anlamaz. Amma bu qədər adam mühazirələrə gəlir. Onlar da yəni heç nə anlamırlar. Zaten elm özü də elə bir səviyyələrə gəlib ki, orada buna şahid olmaq, bunu identifikasiya eləmək, təsdiqləmək şuur səviyyəsindən kənara çıxıb. Bu dediyiniz məsələ də elmdə bunun yüksək səviyyəsidir. Siz məsələn hər adama izah eləyənməzsiniz və mən məsələn hansısa bir ayənin anlamına hələ yetişməmişəmsə, oturum elə israr eləyim ki, mən bugün bunu başa düşməliyəm. Mən başa düşmürəmsə, mən bu tabağı çevirəcəm. Yəni, belə bir tutum sərgiləyə bilmərəm ki, mən bu mətndə hər şeyi başa düşməliyəm. Mən bu dəqiqə ali riyaziyyatdan aldığım... Mən ali riyaziyyatdan aldığım bu dəqiqə, mən fizika qutarmışam da, mühəndislik qutarmışam. Ali riyaziyyatdan aldığım bir hər hansı mətni oxuya bilmərəm. O integralların hamısını mən anlaya bilmərəm. O diferensial tənliklərin mən hamısını anlaya bilmərəm. Amma anlayanlar var, bilənlər var. Anlayanlar var, mütəxəssislər anlayır. İndi mən məsələn hansısa bir dərin bir ruhani məsələni də israr edeyim ki, bugün mən bunu anlamalıyam. Mən 30 yaşımda anlamadığımı 40 yaşımda anladım. 40 yaşında anlamadığımı 55 yaşımda anladım. İndi məsələn anlamadıqlarımı bəlkə Allah ömür versə 75 yaşında anlayacağam. Konfutsi deyir ki, mən yalnız 70'imdə o səviyyəyə gəldim, çatdım ki, ürəyim istədiyimi eləyir və ritualı da pozmurdum. Adam 70'ə qədər inkişaf edibdi dində, o səviyyəni təsdiqləyib. İndi mən məsələn durum 55-58 yaşımda durum deyim ki, israrən bu dəqiqə bunu anlamalıyam. Quran mən onu deyir ki, anlamadığın şeylərdə sakit ol da. O sənin egon şey olur, tətiklənir ki, mən mütləq bunu bu dəqiqə anlamalıyam, anlamasam mətni cıracam. Nə deməkdir? Buyurun, sizlə. Müasir elm doğrudan da bəzi sahələrdə çox anlaşılmazdır və kontrintuitivdir. Yəni bizim məişət təcrübəmizlə heç cür düz gəlmədiyi üçün onu anlaya bilmirik. Məsələn,
kainatın genişlənməsi. Kainatın genişlənməsi odur ki, məkan özü genişlənir. Qalaktikalar bir-birindən uzaqlaşmır. Kainatın olduğu məkanın özü genişlənir. Amma harda genişlənir? Heç yerdə. Çünki məkandan kənarda məkan yoxdur. Desən ki, bütün ölçülər də bu məkanın içindədir, zaman, hər şey. Məkan genişlənir. Və soruşanda ki, bəs bu ən uzaq sərhəddindən o yanda nə var? Deyirlər, heç nə yoxdur, heç yerdə genişlənmir. Çünki məkanın özü genişlənir. Məkandan qıraqda məkan yoxdur və bunu insan anlaya bilmir. Tənlik sənə bunu göstərir. Riyazi düsturlar, riyazi model əla işləyir. Amma sənin beynin bunu ala bilmir ki, necə olur ki, məkan genişlənir və harda genişlənir sualını vermək olmaz. Yəni bax belə bir anlaşılmaz vəziyyətə gəlib çıxıb elm və dinə oxşar başqa bir cəhətdə mən çox bunun haqqında fikirləşirəm. Dedim ki, kainat genişlənir. Sual çıxır, hansı qüvvədir kainatı genişləndirən? Kainatın bətni genişlənir, yəni məkan uzanır. Elmə bugün cəmisi 4 dənə qüvvə məlumdur. Gravitasiya, elektromaqnet və 2 də nüvənin daxilində böyük, güclü nüvə, zəif nüvə. 4 qüvvə var elmdə. 5-ci qüvvə məlum deyil. Bunların heç biri kainatı genişləndirən qüvvə deyil. Hansı qüvvədir kainatı genişləndirən? Cavab yoxdur. Deyirlər ki, qaranlıq enerji var. Bu qaranlıq enerji güman ki, məkanın bətninin içindədir və daxildən genişləndirir. Amma biz bunu qeydə ala bilmirik, ölçə bilmirik, müşahid. Ancaq varlığının nəticəsini görə bilirik. Başqa heç nə. Ona görə adı qaranlıq enerjidir. Qara enerji tapılmazsa, məsələn, 20 ildən sonra bundan imtina eləmək lazım gələcək. Amma Allah elə həmişə Allah olaraq qalacaq. Elmdə belə bir postulat var. Hansısa ideya indiyə qədər nə qədər yaşayıbsa, bundan sonra da böyük ehtimalla ən azı o qədər yaşamağı gözlənilir. Yəni konkret İslamın Allahından danışsaq, 1300 il, 13 əsrdir indiyə qədər varsa, yəqin ki, bundan sonra 13 əsrdə hələ qalacaq. Allahlar çox nəyin sayəsində, nəyin gücündə? Onu saxlayan Allahın öz... Çünki dində belə bir məsələ var ki, dinləri, kitabı, Quranı qoruyan Allahdır və dünyanın sonuna qədər də qoruyacaq. Yəni, bu o məsələdir, onu demək istəyirsiniz, yoxsa... Allahlar öləridirlər, belə deyək də, dünya çox Allahlar görüb. Yoxsa Allah? Bütün Allahlar, mən deyərdim, Allah ilə yaradanı, ali, universal qüvvəni ayırmaq lazımdır. Mən çox insanlarla söhbət edirəm bu mövzuda. Özləri mövqeyimi bildikləri üçün gəlib danışmaqda maraqlı olurlar. Dinləyirəm və başa düşürəm ki, bunun inandığı İslamdakı Allah deyil. Öz içində bir Allah obrazı var, yaradan obrazı var, ona inanır. Qurandakı Allah isə ümumiyyətlə demək olar ki, tanımır, sifətlərini, xüsusiyyətlərini bilmir, təsvirini. Bəzi şeyləri oxuyanda şaşırır ki, Allah belə şey deyər. Elə dostumuz Qurandan ayə paylaşır Facebookda, deyir ki, Allah belə şey deyər. Niyə belə olur? Dissonans, adamın içindəki, öz təsəvvüründəki Allah Qurandakı Allahdan fərqlənir. Və bu demək olar ki, hamıda belədir. Çox Allahlar olub, bəşəriyyət, Allaha inanan sonuncu insan öləndə Allah da ölür. Nə vaxtsa insanların təfəkkürü dəyişəcək, insanlar başqa bir Allah obrazına inanmağa başlayacaqlar. Onda indiki Allah olmayacaq, bu şəkildə bir Allah olmayacaq və biz bunu artıq müşahidə edirik. Nietzsche 19-cu əsrdə deyirdi ki, xristianlığın Allahı qocalıb, qocalıb deyirdi, ölməyə doğru gedir. İslamın Allahı hələ qocalmayıb, daha cavandır, daha enerjilidir, amma nə vaxtsa o da qocalacaq və nə vaxtsa o da ortadan çıxacaq, amma ali bir qüvvə, başqa bir yaradan qüvvə məncə olacaq. Çünki həmişə elmin elə bir sahəsi olacaq ki, bayaq dediyim o qara enerji kimi, onunla Allah inancının arasında elə bir ciddi fərq olmayacaq və kimsə buna qara enerji deyəcəksə, kimsə də Allah deyəcək. Bəlkə elə bu koçların elədiyi şey elə o yeni anlayışı gətirməkdir ki, biz bugün bunun söhbətini edirik. Yəni, çox üzr istəyirəm, qısaca deyim. Koçlar insana deyirlər ki, kainat bir sənin olduğun dünya, sənin yaratdığın dünyadır. Sən öz dünyanı özün yaradırsan, öz fikirlərinin vibrasiyası ilə və əgər sən fikirlərinin vibrasiyasını dəyişsən, sənin olduğun dünyanın reallığı da dəyişəcək. Bu elə insana Allah statusu verməkdir, Allah imkanları verməkdir. Buyurun Müşfiq bəy. Vüsal müəllimin dediyi Allahlar məsələsi, sonra çox maraqlı məqamlar dedi ki, xristianlıqda Allah qocalıb, amma bizdə hələ gəncdir və bunun kimi bir çox insanların Allahda görmək istədikləri, ona yükləmək istədiyi mənaları yükləyib ona görə davranırlar və bu da təbii ki, insanlar arasında fərqli fikirlər, bölünmələrə gətirib çıxarır. Bu Nietzsche'nin yorumudur və hermenevtik yanaşmanı biz aradan qaldıra bilmərik. Biz insanıq, biz mətnləri oxuyuruq və hər mətin insanda
fərqli bir anlam yaradır. Məsələn, hamımız getsək, doluşsaq bir zala, eyni bir filmə baxsaq, çıxandan sonra hərənin fərqli təəssüratı olacaq və bu da normaldır. Kimsə bəyənəcək bu filmi, kimsə deyəcək şedevrdir, kimsə deyəcək heç nə görmədim mən burada, kimsə nə bir kitab yazacaq oradakı obrazlardan. Bu çox fərqli ola bilir. Təəssüf ki, bu obyektiv yanaşmaq, məsələn, Vüsal bəyin nitqində də belə şey deyir, Quranın özündə, o öz nədir? Hansı göz onu fiksasiya eləyir? Onu məsəl üçün mən oxuyuram, o birisi oxuyur, bir başqası oxuyur və hər kəs öz oxuduğu və qavradığı Allahdan danışır. Və hər kəsin mənəviyyatı da onun Allah anlayışı boydadır. Bəli. Ona görə məsələn Quranda da tez-tez soruşur. Soruş onlardan yeri göyü kim yaradıb? Deyəcəklər Allah. Sizə elə gəlmirmi ki, əksi də düzdür. Hər kəsin Allahı da onun mənəviyyatı boydadır. Bu da yəqin ki, o da doğrudur. O da doğrudur, amma Allah özü bir absolutdur. Və insan nə qədər o absoluta yaxınlaşa bilirsə, ona qədər bir inkişaf perspektivi yaranır da. O özü ilə kirləndirmirsə absolut anlayışını, onun böyümə imkanları yaranır. Ona görə də Quran da daima deyir ki, soruş onlardan yeri göyü kim yaradıb, deyəcəklər ki, Allah. Deyir, siz öz işinizi işləyin, biz də öz işimizi işləyirik. Yəni peyğəmbərin Allah anlayışı ilə deyək ki, kütlənin Allah anlayışı arasında fərq var. Və məsələn biz danışırıq tutalım ki, Allah anlayışı haqqında bir dindar deyir ki, yox sən düz demirsən. Məsələn, burada belə yazılıb, mənim Allah anlayışım səninkindən daha səhihdir və mən səni təkfir eləyə bilərəm məsələn də. eləyirlər. Və bu da hardasa bir elmdə də bu təkfirçilik var da. Ki, obyektiv nəsə bir şey var. Yox, deyirəm, mən səhv eləyə bilərəm. Amma bu mənim görümümdür. Sən mənim görümümü əvəz eləyə bilməzsən. Diktə də eləyə bilməzsən. Quranın dilinə baxanda sanki insanla danışıq dialoq dilidir. Soruş, yəni üçüncü bir şəxsin vasitəsilə. Bugün daha əvvəl insanlar daha əvvəl insanlar birbaşa içində Allahla danışırdısa, bugün öz şuuru ilə danışır. Bax, bu nə deməkdir? İnsanın insanlığı onunla başlayır ki, o özündən kənarda çox böyük bir qüvvə görür də. Dinə görə bu budur. Bu Allahı görür. Özü də sıfır olur. Amma yox, insanın bu araşdırmada əsas şey odur ki, mən hardayam, mən nə boydayam, ki, məsələn, mən enerji göndərirəm, mən prosesi idarə edirəm. Bəli, prosesi mən idarə edirəm. Gərçi dində də prosesi sən idarə edirsən, özünü təmizləyən də sənsən, deyir Budda, özünü təmizləməyən də sənsən. Sən təmizləsən özünü, bu qanunlar işləyir. Sən nicat tapacaqsın. Quran deyir, məsələn, bol-bol öyün Allahı, bəlkə nicat tapasınız. Yəni, şükran olun, halınız dəyişəcək. Şükranlıq sizin baxışınızı dəyişəcək. Şükranlıq sizə yeni bir baxış verəcək ki, oradan siz bu qanunları görə bilərsiniz. Məsələn, o da halın dəyişməsinə şey deyir. Yəni əvvəl insanlar, niyə əvvəl deyirəm? İnsanlar olmayan da bir istədiyi, o deyirdi ki, talih qismət, o ona biraz təsəlli verirdi və hər kəs də deyirdi ki, bəli, amma bugün o sakitləşmir. O deyir ki, mən düzgün istifadə, mən istəmədim düzgün. Erkən uşaq kimidir də, mütləq aldırmaq istəyir valideynlər o telefonu. Bu insan öz şuuru ilə danışıb özünü belə deyək. Din deyir ki, sən heç kim olduğunu qəbul etdikdən sonra haralasa qalxa bilərsən. Amma müasir kvant anlayışında sən böyük olduğunu qəbul etdikdən sonra harasa gələ bilərsən. Bu fərqlər var. Din insanların çoxu tərəfindən utilitar məqsədlə istifadə olunur. Yəni təhlükəsizliyini artırmaq, rifahını yüksəltmək, övladlarını sağ-salamat böyütmək, balam getdi sağ-salamat qayıtsın, işim alınsın. Utilitar məqsədlə istifadə olunur. Amma bunun özü dinin mahiyyətinə tamam ziddir. Mən ateist kimi dinin mahiyyəti haqqında... Quranda bir ayə var, deyir ki, bəndələrimdən məndən soruşanlara deyir ki, mən onların arzularını eşidir və cavab verirəm. Amma istəyirəm onlar da mənim nə istədiyimi bilsinlər. Mənə görə din nə olmalıdır? Din
Allahı necəsə öz varlığında hiss eləmək, onu duymaq, necəsə bir toxunuş, söhbət fiziki toxunuşdan getmir də, bir mənəvi bir toxunuş, ali qüvvə, bunu axtarmaq olmalıdır. Əgər sən bunu axtarırsansa, sən din və ruh adamısan. Yox, əgər sırf utilitar məqsədlə istifadə edsənsə, onda belə başda etiraf edir ki, bu din deyil, nəzir qutusuna pul salmaq, din deyil, ağaca əski bağlamaq, Seyyidin xoşuna gəlmək, bunlar din deyil. İnsanlar bu ikisini qarışdırırlar. Ezoterik təlimlər isə məhz o utilitar tərəfdən yapışır və deyir ki, sən öz həyatını öz beyninin vibrasiyaları ilə modelləşdirmirsən. Borcun varsa, deməli, borc haqqında çox düşünmürsən, borcun var. Ətrafında sevgilin yoxdursa, deməli, yalnızlıq haqqında düşünmürsən. Sevgilin var kimi düşünsən, yaşasan, həqiqətən kainat səni bu reallığa yönəldəcək. İnsan, bayaq dediyim, beyin inandığı şeyi görməyə meyillidir və insan əmindir ki, bu işləyir. Ona görə dindən daha çox ezoterikaya yönəlirlər. Biz çox təəssüf ki, proqramı yekunlaşdırırıq. Dəfələrlə müzakirə edirik. Həqiqətən başqa söhbət oldu bu. Düşünürəm ki, yenə bu mövzuya bərabər qayıtmaq lazımdır. Vüsal bəy çox yaxşı şeyə toxundu sonda ki, əslində doğru yekundur. Dini utilitar məqsədlərlə görmək lazım deyil. Biz Fatihə surəsində bizi nemət verilənlərdən elə deyə Allaha dua eləyəndə bir çoxları Qalinvagen təsəvvür edir o nemətlərin sırasında ya məsələn son iPhone-u təsəvvür edir, mən əvrənə mesaj göndərirəm, mənə yeni iPhone versin. Amma nemət verilən aqibəti bu Nuhun, İbrahimin, Musanın, Məhəmmədin və bu kimi insanların, Lutun, Yunusun aqibətinə dua edirsən ki, nemət verilənlər odur. Kimə hikmət vermişəmsə, ona ən böyük nemət vermişəm, deyir Allah. Bu mənada utilitarlaşdırmasınlar ki, anlayışları daralacaq. Buyurun. Mən sadəcə çox-çox arzu edirəm ki, bizim elmdən, kvant fizikasından, elm tarixindən, kainatdan, böyük patlamadan, belə mövzulardan danışa biləcəyimiz belə verilişlər çox olsun və gələk bu söhbətlərdən eləyək. Həqiqətən də insanın özü də belə söhbətlərdə aydınlanır. İnanıram ki, qulaq asanlar da nəsə əxz elədilər. Təbii, sizin kimi dəyərli fikirlər söyləyəndə biz də bunu tamaşaçılara çatdıra biləcəyik. Hörmətli tamaşaçımız, bugün çalışdıq ki, bu verilişdə əsasən sosial mediadan bizim evimizə, beynimizə axan bu fikirləri, bu dili müzakirə eləyək ki, bu dil bizdə dinlə bərabər həm də nələri dəyişir. Sual veririk özümüzə hər zaman ki, sən istədin deyə oldu, yoxsa oldu deyə sən istədin? Gələn başqa söhbətdə təkrar daha fərqli mövzu ilə yenə qarşınızda olacağıq. Sağ olun, gələn həftə görüşmək ümidi ilə. Problem yeni inancıların yaranması deyil. Problem odur ki, biz inanmaq məsuliyyətindən qaçmaq üçün yeni sözlər tapırıq. Elm izah üçündür, din mənalandırmaq üçün. Amma sözlər qarışanda insan harda dayandığını itirir. Dil dəyişir, amma suallar eynidir.